Salam, hər vaxtınız xeyir olsun. Başlayaq sualların izahına. Həm əsas, həm də köməkçi nitq hissəsi ilə amonimli olan ədatları göstərməli variantımız olacaq D variantı. Tək sözü bilirik ki, köməkçi nitq hissəsi olaraq qoşmadır, ədatdır. Əsas nitq hissəsi olaraq da mənaları var. Yerin tək mənasında, yerin səthi mənasında isimdir. Tək ədədlər burada artıq sifət olacaq. Tək oturma burada artıq zərf olacaq. Bir də nə? Nə bildiyimiz kimi həm bağlayıcıdır, həm də ədatlarda var. Deyir ki, həm əsas, həm də köməkçi nitq hissəsi kimi olsun. Hətta nə əsas nitq hissəsi olaraq əvəzlikdə də var. Deməli, nə köməkçisi, nə ədatı əvəzlikdə var, bir də var, deməli, bağlayıcıda. Tək ədatı da dedik ki, köməkçilərdən qoşmada var, əsaslardan da sifətdə, daha sonra isimdə, bir də zərfdə. Cavab D variantı. İsim və sifət kimi işlənən amonim söz hansı cümlədə hal şəkilçisi qəbul etmişdir? Cavabımız C variantı. Şiş, kababı çəkmək üçün şiş var. Bir də var şiş necə sualına cavab verən bir sifət. Həqiqətən də amonimdir, isim və sifət kimi işlənir və hal şəkilçisi ilə işlənmiş olub. Digər variantlara baxsam, hal şəkilçili sözlər amonim deyirlər. Üçüncü, konkret düzəltmə isimləri müəyyən edən cavab Y variantı. Düzəltmə deyir, bu mürəkkəbdir. Düzəltmə deyir, bu sadədir. Məsələn, qorxu konkret deyil, mərdlik konkret deyil. Cavabımız Y variantı. Hansı cümlədə ədədlə amonim olan əvəzlik təyin funksiyasındadır? Cavabımız olacaq B variantı. Ədədlə amonim olan əvəzliklər ya elədir, ya da belədir də əsasən, düzdürmü? Bunlardan birini tapmalısan və təyin funksiyasında olsunlar. Cavabımız oldu B variantı. 5. Aslan meşənin ən güclü və qorxulu heyvanıdır. Meşənin güclü və qorxulu heyvanı üçüncü növ təyini söz birləşməsi olduğuna görə parçalanmır. Aslan da mübtəda olur. Cavabımız olacaq C variantı. Hansı cümlələrdə o əvəzindən sonra vergül qoyulmalıdır? Qoyulmalıdırsa modal gələndə qoyaq, bir də zərf varsa qoyaq. Bir də əvəzlik gəlib vergül istəmir. 2-də təyin funksiyasındadır o sözü. Təyin funksiyasında olanda vergül istəmir. 4-də təyin funksiyasındadır deyə vergül istəmir. Cavabımız olacaq burada. Deməli, 3 və 5. Y variantı. Aşağıdakı xüsusiyyətlərin hamısına uyğun gələn zərfin işləndiyi cümləni müəyyən eləyək. Cavabımız olacaq A variantı. Quruluş və düzəltmə deyil, əvvəl sözü qoşma ilə amonimdir. Bəli, əvvəl zərfi əvvəl qoşması ilə amonimdir. Digər variantlarda qoşma ilə amonim olan bir zərf yoxdur. Qoşma ilə amonim olan bir zərf yoxdur. Burada elə özü qoşmadır. Biz qoşma axtarmırıq, axı zərf axtarırıq. Hansı cümlədə feildən düzələn sifətin aid olduğu isim digərlərindən fərqlənir? Cavab B variantı. Feildən düzələn sifətin aid olduğu isim. Burada çalışqan tələbə və feildən düzəldib, çalışqan feildən sifət düzəldib. Yorğun feildən sifət düzəldib. Döyüşkən feildən sifət düzəldib. Azğın feildən sifət düzəldib. Bax, bir dənə B variantında aid olduğu isim belə deyək, hal şəkilçilidir. Amma yerdə qalanlar adlı haldadır. Sadə cümləni müəyyən eləyək. Ata işdən gəldi, uşaqlara yemək hazırladı. İşdən gələn də atadır, uşaqlara yemək hazırlayan da atadır. Bu tip cümlələr sadədir. Tabirlik bağlayıcısı varsa sadədir. Hər xəbərin öz mübtədası varsa, belə deyək, tabirlik bağlayıcısı varsa mürəkkəbdir. Hər xəbərin öz mübtədaları varsa mürəkkəbdir. Bax, digər variantlara baxın, hər xəbərdə öz mübtədası var. Ona görə olmaz cavabımız. Cavabımız oldu A variantı. Gərək sadə cümlədə hər xəbərin öz mübtədası olmasın ayrı-ayrılıqda. Gələk 10-cu suala. Tələffüz etsək, yüksəklik qorxusu
bu formada olacaq. Aslı tərəfi, yəni birinci tərəfinin təhlili ilə bağlı yanlışı seçək. Cavabımız olacaq burada. Deməli, baxaq görək. Cingiltli samitlə başlayır, kar samitlə bitir, doğrudur. İncə saitlərin ahəngi var, düzdür. 3 cingiltli, 3 kar, 1, 2 cingiltli var. Deməli, bu səhvdir. Kar qarşılığı olmayan bir samit işlənmişdir, doğrudur. Sözdə 3 yerdə 2 var, səhvdir. Cavabımız olacaq burada D variantı. Yalnız köməkçi nitq hissələri ilə amonimli olan köməkçi nitq hissələrini müəyyən edin. B variantı. Məsələn, sonra köməkçi də var, qoşma kimi. Amma əsas nitq hissəsi də var da. Bizə deyir ki, elə variant seç ki, ancaq köməkçi olsun. Bəli, ilə qoşma və bağlayıcı, ancaq ədat və deməli, bağlayıcı ədat və ədat. Ədatın içindədir H-nın amonimliyi. Cavabımız olacaq B variantı. Məsələn, yalnız qaydanı pozur, əvvəl qaydanı pozur, qədər qaydanı pozur. Cavabımız oldu B variantı. Hansı cümlədə modal söz və feil kimi işlənən söz əsas nitq hissəsidir? Cavab C variantı. Deyəsən, bax, burada feildir. Həqiqətən də deyəsən sözü həm feil kimi işlənir, həm də modal sözü kimi işlənir. Görünür, deməli, olmaya doğrudan bunlar modal sözü faktik olaraq verilən variantlardır. Müəllim tapşırığı şagirdə oxutmurdu cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlili ilə bağlı yanlışı seçin. Cavabımız olacaq burada C variantı 2 və 5. 2-də deyir ki, 3-cü şəxsin cəmindədir. Xeyr, onlar deyil ki, burada müəllimdir. 5-də də deyir ki, şuhudidir. Xeyr, indiki zamandır, bu isə hissəcidir. Cavabımız oldu C variantı. 14. Soyuqqanlı insan söz birləşməsinin aslı tərəfi ilə bağlı yanlış fikri göstərək. Aslı tərəfi, bəli. Cavab D variantıdır. Aslı tərəfi həqiqi mənada deyil, düzdür. Qanı soyuq olmur ki. Aslı tərəfi iki düzəltmə sözün birləşməsindən yaranıb, düzdür. Soyuqda düzəltmədir, qanlı düzəltmədir. Heç bir tərəfində qrammatik şəkilçi yoxdur, düzdür. İki tərəfin də tərkibinə görə təhlili bu formada deyil. Bəli. Aslı tərəfindəki söz quruluşca mürəkkəbdir. Burada söhbət əslində soyuqqanlıdan gedir. Yazaq ki, aslı tərəfi iki tərəfin də tərkibinə görə təhlili belə yazaq. Aslı tərəfində iki tərəfin də tərkibinə görə təhlili kök leksik şəklində deyil. Amma görürəm ki, aslı tərəfdə iki tərəfin də təhlili kök və leksik formasındadır. Cavab ona görə D variantı olacaq. Aslı tərəfindəki söz quruluşca mürəkkəbdir. Bəli, mürəkkəbdir. Bir daha deyək, D-də əlavəmiz oldu ki, məhz aslı tərəfə baxaq. Aslı tərəfində iki tərəfin də tərkibinə görə təhlili əslində sən demə necədir? Kök leksikdir. Cavabımız ona görə yanlış olaraq D variantıdır. 15. Yun xalça taxta qapını açmağa qoymurdu. Cümləsinin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edək. Cümlədə həm təsriflənən, həm də təsriflənməyən feil var. Bəli, bax, təsriflənən. Cümlənin xəbəri 3 qrammatik şəkilçidən ibarət sadə feildir. Bəli, düzdür. Bu da düzdür. Cümlədə iki müxtəlif nitq hissəsi işlənmişdir. İsim, feil, isim. Feil. Bəli. Morfoloji sualını itirmiş bir söz var. Xeyr, bax, yunla taxta sözü hər ikisi aiddir. Cavab D variantı. Yəni, yunla taxta isim ola sifətin sualına cavab verir. Belə məqamlarda deyirsən ki, morfoloji sualını itirib. Cümlədəki bütün sözlər quruluşca sadədir, doğrudur. 16. Verilmiş söz parçasında əmr şəklində olan feillərin sayını müəyyən edin. Cavabımız B variantıdır. Soruş, dindir. Bunlardır. Düşür, xəbər şəklindədir. Cümlələrin birində mənsubiyyətə görə dəyişmiş söz isim deyil. Cavab C variantı. Sifətdir. İsimdir. Baxaq, isimdir.
18. Cümlələri ardıcıllıqla müəyyən edək. Cümlələri ardıcıllıqla müəyyən eləməliyik. Burada variantımız B variantıdır. Əsasən bu ardıcıllıqları variantla işləsəz daha tez cavabı taparsınız və eyni zamanda daha dəqiq. Baxaq, bir axşam şəhərin mərkəzində çox qəribə bir şey baş verdi. Görək nə baş verib, onu axtarmalıyıq da. Hamı küçələrdə gəzərkən göydə qırmızı bir işıq parladı və insanlar buna təəccüblə baxdılar. Yavaşca işığın ətrafında bir şey formalaşmağa başladı. Bir vaxtlar hekayələrdə danışılan böyük bir canavar. Lakin o, yəni canavar, insanlar üçün təhlükə deyil, əksinə insanlara hər bir arzularını yerinə yetirmək üçün bir fürsət təklif edirdi. Bir anda hər kəsin dilində eyni sual vardı. Hansı arzumuzu seçək? Baxın, arzulardan danışıbsa arzularla davam eləməliyik. Ona görə cavabımız oldu 18-də B variantı. 19. Mətnlə bağlı yanlış fikri müəyyən eləyək. Buz üstündə xokkey komanda idmanıdır. Xokkeyi uzunluğu 60 metr, eni 26 metr olmaqla buz meydançada oynayırlar. Meydançanın hər iki tərəfində qapı olur. Hər komandanın ayaqlarında konki, əllərində isə uzun dəstəkli və əyri uclu xokkey ağacı olan 6 oyuncusu olur. Onlar xokkey ağacı ilə rezin diski, şaybanı buzun üstü ilə sürüşdürürlər. Hər bir komanda rəqib komandanın müdafiəçilərindən yan keçərək şaybanı digər komandanın qapısından keçirməyə çalışır. Hər oyun 20 dəqiqəlik 3 hissəyə bölünür. Əla. Buz üstündə xokkey sürətli oyundur və oyunçular özlərini müdafiə etmək üçün zərbələri yumşaldan xüsusi forma geyinməlidir. Mətnlə bağlı yanlış fikri seçin. Bax, A variantıdır. Deyir ki, hər xokkey oyunu yarım saatdan ibarət 3 hissəyə bölünür. Yəni 20 dəqiqədən ibarətdir, 30 dəqiqədən ibarət deyil. Cavabımız oldu A variantı. Xokkey oyununun özünə məxsus forması var. Bəli, mətndə öz əksini tapıb. Daha sonra iki komandada birlikdə 12 oyuncu olur. Bəli, 6-nın 6-ya ümumi 12 oyuncu olur. Xokkey buz meydançada oynanılır, əlbəttə. O haqqda məlumat var. Hər komandanın da əlbəttə ki, öz qapısı var. Cavabımız oldu 19-da A variantı. Sual 20. Mətnə əsasən hansı fikirləri əminliklə demək olar? Kənddən yalnız bağçalı bir ev qalmışdı. Yerdə qalanı uçub dağılmışdı. Burada qoca bir palyak ailəsi yaşayırdı. Bir qoca kişi və 2 yaşlı qadından ibarət idi. Müharibə başlar-başlamaz bunlar gənc övladlarını Avstriyanın içəri cəhətlərinə göndərmişdilər. Vaxtilə müəllimlik edirmişlər, indi artıq 3-4 ildən bəri evə gözətçilikdən başqa sənətləri yoxmuş. Otaqların birində özləri qalıb, yerdə qalanı ötüb keçən hərbçilərin mənzili olur. Vaxtilə gözəl olan bu ev indi olduqca dağılmış, heç bir təmir də görməmişdi. Bağça da xaraba halda idi. Deyir ki, nəyi əminliklə deyilə bilər? Hadisə danışılan dövrdə insanlar müharibə şəraitində yaşayırdılar. Bəli, o haqda əminliklə fikir demək olar. Bir də palyak ailəsi övladsız olmayıb, bəli, gənc övladlarını. Yəni, bunlar dəqiqliklə mətndən baxıb çıxardığımız nəticə fikirlərdir ki, həqiqətən də bunu dəqiqliklə deyə bilərik. Palyak ailəsi ali təhsil olmayan insanlardan ibarət idi. Bu haqda fikir yoxdur. Yəni, ali təhsilləri yox idi və yaxud da önəm vermirdilər. Mətndə palyak ailəsinin yaşadığı yerə Avstriyadır. Xeyr, baxın, burada yazılıb ki, bir dəqiqə, övladlarını Avstriyanın içəri cəhətlərinə göndərmişdilər. Evlərin dağılmasının səbəbi müharibə zamanı kəndin top atəşinə tutulması olub. Baxaq, kənddən yalnız bağçalı bir ev qalmışdı, yerdə qalanı uçub dağılmışdı. Burada qoca bir palyak ailəsi yaşayırdı. Bir qoca kişi və 2 yaşlı qadından ibarət idi. Müharibə başlar-başlamaz bunlar gənc övladlarını göndəriblər filan yerə. Yəni, səbəbi, yəni əminliklə deyə bilmirəm ki, məhz evlərin dağılmasına səbəb kəndin top atəşinə tutulması idi. Yəni, o haqda bir fikir yoxdur. Cavabımız olacaq burada C variantı.